Allahümme salli ala Muhammed ve ali Muhammed. Bismillahirrahmanirrahim ve bihi nesta'in innehu khayru nasirin ve mu'in ve sallallahu ala rasulih el-amin. Rabbi şrah li sadri ve yessir li emri ve hlul ukdeten min lisani yefkahu kavli bihakki Fatıma ve abiha ve ba'liha ve beniha ve sirril mustavda'i fiha. Allahümme salli ala Muhammed ve ali Muhammed ve accil feracahum. Mübarək cümə günü Allahın məxsus günüdür və insandan Allahın bu gündə digər günlərdən fərqli bir təmənnası var. Baxın Allahın rəhmətinə ki, ehtiyacı olmadığı bir təqdirdə ehtiyacı olan varlıqlardan elə bir formada məxsus formalarda insanlardan tələb edir ki, Həzrəti Əmir Əl-Möminin söz üslubu ilə desək, deyir, Allah mənə o qədər neymət vermisən, sanki elə düşünürəm sənin mənə ehtiyacın var. Bir halda ki, Allah mən sənə möhtacam. O ayə deyir, əntumul fuqara. Bütün insanlara bir dənə ayədir ki, əyyühənnas, əntumul fuqara. Ey insanlar, siz hamınız fəqirsiz Allahın qapısında. Yəni, möhtacsız Allahın qapısında. Hər nəyiniz olsa belə möhtacsız, düzdür. İnsan bəzən bir dənə həddə çatır ki, özün Allahdan daha ehtiyaclı görə bilmir. Böyük insanların tarixinə baxın, onlar niyə ömrü boyu o böyüklüyə çatıblar, niyə onlar müvəffəq ola biliblər? Hər nəyə malik olduqca daha çox ehtiyaclarını duyublar. Adam var, görürsən, dünyanın vəsailindən müəyyən şeyləri ələ gətirib. Daha məsələn, kiməsə ehtiyacı yoxdur. Bir qonşuya məsələn bir kəlmə söz deyə, qohuma bir kəlmə söz deyə, ehtiyacın kimdənsə tələb eləyə, özün bu həddə çatanda artıq bəzən insan özünü ehtiyacsız görür. Hətta Quran-ı Kərimdə tam zehnimdə deyil hansı ayədir, amma bu barədə mövzu var ki, Allah mütəal deyir, onların o məsələləri, o şəxslərin o məsələləri bu idi ki, özlərini ehtiyacsız gördülər Allahın huzurunda. İnsanların bəzən zəlalətə uğramasının, insanların bəzən azğınlaşmasının səbəbi budur ki, özlərin Allahın müqabilində ehtiyacsız görürlər. Görürsən, bir nəfər mütəxəssisdir, yaxşı mütəxəssislər heç vaxt öz ixtisasına dair o qədər güvənib daha heç bir şeyə ehtiyacın olmadığını düşünməz. Heç vaxt. Əksinə həmişə ehtiyaclı olduğunu düşünər. Həzrət Əmir Əl-Möminin buyurur ki, Allah sən bizə o qədər neymət vermisən, sən mənə o qədər neymət vermisən, İmam istəyir bizi başa sala. İmam bu mərifətdə düşünmür ki, bu ifadələr ümumiyyətcə məsumlardan deyiləndə bizi o mərifətdə görmək istəyirlər, o mərifətin yolunu bizə öyrətmək istəyirlər ki, necə çata bilərsiniz bu yola? Ki, deyir, Allah sən mənə o qədər neymət vermisən ki, sanki elə bir sənin mənə ehtiyacın var. Bir halda ki, insan, biz bir nəfəsə borçlu olan bir dənə varlığıq. İnsan nə ilə qürrələnə bilər? O keçən verilişlərimizdə, bir çəkilişlərimizdə yadıma düşür, o ayəni oxumuşdum. İnsan Allah mütəal deyir ki, səni Allaha qarşı bu qədər, özə kərim olan Allaha qarşı, istəmədiyin halda sənə hər şey bəxş eləyən Allaha qarşı, insan səni bu qədər məğrur eləyən nədir? Niyə bu qədər qürurlanmısan? Yəni, sən insan bir dənə doğrudan əleyhissalam deyir ki, təəccüb edirəm o adama ki, təkəbbürlü eləyir. Əvvəli bir dənə mındar sudur, axırı da bir dənə leş. Bu ikisinin arasında yaşayan bir varlığın iddiasına bax, məğrurluğuna bax. İnsan qürur eləyər, lazım olan yerlərdə. Allahın insandan istədiyi qürur var. Məsələn, bir dənə təkəbbürün qabağında Həzrət Peyğəmbər deyir, ət-təkəbbürü mə'ət-təkəbbür. Kim təkəbbürün qabağında təkəbbürlü eləsə, bu bir dənə ibadətdir. Ət-təkəbbürü mə'ət-təkəbbür, ibadətun. Təkəbbürün qabağında mə'ət-təkəbbür ibadətdir. Yəni, sənin üçün bir nəfər görürsən, elə bir adamdır ki, lovğa bir adamdır, yekəxana bir adamdır. Belə insanlarla davrananda çox egoist davranır, danışıq sərhədlərini gözləyə bilmir, hər kəsə əzmək istəyir. Gələsən onun müqabilində əlini qoyasan sinənə, məsələn də o ehtiram əlaməti var da bizdə. Ona təvazı eləyəsən, Allahın belə şeydən xoşu gəlməz. Adam bir dənə fəqirin, adam bir dənə ehtiyaclı adamın, adam bir dənə doğrudan o mömin bir adamın, adam insanlığa layiq olan adamın qabağında bir dənə ehtiram eləyər, təzim eləyər, Allahın bundan xoşu gələr.
Qürurunu bu yerdə saxla ki, hər adamın qarşısına sındırma və illa hər yerdə adam qürur eləməz ki. Ya eyyuhənnas entumul fuqara, insanlar Allah buyurur siz hamınız ehtiyaclısınız. Hər nəyə malik olsanız da ehtiyaclısınız. Harun Rəşid bir zaman baxırdı məsələn gün çıxanda səhər dururdu sübh, o gün tuluq eləyən vaxtı. Günəş çıxan vaxtı deyirdi ki, harda batsan mənim mülkümdə batacaqsan. Məşriqdən məğribə işğal eləmişdi Abbasilərin o 5-ci xəlifəsi idi, ya neçənci idi? O Məlunun neçənci olduğu yadımdan çıxıb. Allah lənət eləsin hamısına. O məşriqdən məğribə qədər işğal eləmişdi. O qədər məğrur idi. Ölüm hadisəsini bəlkə də eşitmisiniz. Ömrünün sonuna qədər, o bizdə deyərlər üssüz süd deyərlər də ona. Yəni yağlılığı olmayan, o südün ən o keyfiyyətsiz formasından, belə daha indi bizdə rayon cəmiyyət cəmaatıyıq da, bizim misallarımız da elə gərək o mövzulardan ola da. İndi hər adam var o böyük ali yerlərdən misal vurur, adam da var elə bizim kimi kənddə böyüyüb, başqa bir misal tapmır, belə misallardan vurur. Əz qəza. O südün o yağlılığı gedəndən ki, dəyərsizi qalır ha. Ki, indi onu bazarda ən ucuz qiymətə alırlar. Ondan düzəltmişlər müəyyən ağartı. İndi deyərlər şordumu, ya pendirdirmi, bilmirəm ki, nə düzəltmişlər. Ömrünün axırına qədər onu yedi. Məşriqdən məğribə qədər işğal eləyənə bax, qürrələnirdi, günəşə deyirdi ki, harda batsan, mülkümdə batacaqsan. Allah adamın əlindən alır. Adamı görürsən nəyə ehtiyaclı qoyur. Mən adam tanıyıram, onun hər şeyi var. Gözünün qabağında olan neymətindən özü istifadə edə bilmir. Həkim 50 dənə resept yazıb, 50 dənə məsələn də pəhriz növü yazıb ki, sən gərək bunu eləməyəsən. Və bu cür olur da. Ki, Həzrət Əmir Əl-Mominin deyir, Allah sən mənə o qədər vermirsən neyməti. Sanki elə bir sənin mənə ehtiyacın var. Bir halda ki, Allah biz hamınız sənin qapında ehtiyaclı bir varlıqlarıq. Allah müteal ki, məqsədim bunu danışmaq deyildi, amma da elə gəldi danışdım da. Allah müteal istəyir insana deyə ki, İnsan, səndən cümə günündə daha böyük təmənnan var. Bu fürsəti vermə ha. Mümkündür gələn cümüyə heç ömrün çatmaya. Mümkündür gələn cümüyə ömrün vəfa eləməyə. Həyat kimə vəfa eləyib ki? Ömür kimə vəfa eləyib ki? Kimin qabaqcadan qapısını döyüb deyib filan vaxt səni aparacam? Heç kimi. Görürsən, cəmiyyətdə hər gün bir dənə ölüm hadisəsinin xəbərini eşitirik. Həzrət Əmir Əl-Mominin buyurur ki, ibrət almaq üçün Allah dünyada çox ibrətlər qoyub. Nə çox ibrətlər, nə az ondan ibrət götürənlər. Ki, sağda solda həyatın sona çatdıranların hamısının həyatı bizim üçün nümunədir ki, Allah müteal istəyir ki, hər günümüzü daha da qiymətləndirə bilək ki, bizim mövzumuz bundan ibarət idi ki, deyəsən cümənin bir hissəsi getdi, hələ biz mövzuya çatmamışıq ki, insafun nas min nəfsik, keçən cümələrdə də barəsində danışmışdıq ki, Allahın insandan istədiyi dəyərli əməllərdən biri budur ki, insan özü ilə insanlar arasında insafla rəftar edir. Baxın, böyük şəxsiyyətlərin insafı həmişə cəmiyyətin ixtilaflarının qabağını alıb. Qoy bunu da deyim, elə yadıma düşüb təbərrükən. Sonra o keçən cümə qalan Həzrəti Peyğəmbərin, Həzrəti Əmir Əl-Mominlə olan nəsiyyətini oxuyacam Allah lütf eləsə. Ki, bilirsiniz, Şeyx Yusif Bəhrani Kərbəlada bir zaman dövrünün mərcəyi təqlidi idi, böyük alim idi. Eyni vaxtda da o yaşayırdı, həm zaman idi Vəhid Bəhbəhani ilə ki, o da dövrünün mərcəyi təqlidi, böyük bir alim, böyük bir şəxsiyyət. Bilirsiniz da, Şeyx Yusif məsələn Bəhrani əxbari düşüncəsinə malik idi. Hətta elə bu səpkidə də müəyyən kitablar ki, o məşhur ki, onun kitabı var, o hədaiq elə orada da bu mövzulardan da ki, o öz etiqadına uyğun bəhslər açıb. Bir zaman var idi, baxdı ki, cəmiyyət arasında bu Şeyx Yusif Bəhrani ilə Vəhid Bəhbəhaninin arasında olan ixtilaf cəmiyyət arasında böyük problemlər yaradır. Deyir, çəkildi arxaya. Bir nəfər gəldi Vəhid Bəhbəhaniyə dedi ki, Şeyx Yusif Bəhraninin arxasında namaz qılmağın icazəsi var, cəmaat namazlarında. İkisi də zəmanəsinin böyük alimləri. Vəhid Bəhbəhani dedi ki, xeyr, onun arxasından qılınan namaz icazəli deyil. Gəldilər Şeyx Yusif Bəhraniyə dedilər ki, Vəhid Bəhbəhaninin arxasında namaz qıla bilərik. Olur axı, görürsən, o söz gəzdirən adamlar həmişə olub da.
Amma ömrü boyda heç vaxt arzularına çatmayıblar. O məsumların sözüdür də bu. Nifaq əhli olan adamlar, münafiq adamlar heç vaxt arzularına çatmayıblar. Görürsən, iki nəfərin arasında ixtilaf var, maraqlı adamlar çıxır ortaya. Və bir zaman bunun sözün ona, onun sözün buna o qədər ki, bu apar-gətir mövzusu ilə məşğul olur. Bir müddətdən sonra görür ki, o heç bir dərdə dəymədiyi təqdirdə başlayır nəinki onun sözün buna, bunun sözün ona, artıq başlayır onların arasında bir-birinə sanki böhtan atmaq üçün olan cümlələrdən istifadə edir. Ki, belə adamların da heç vaxt tarixdə aqibəti xeyir olmayıb. İxtilaflı, küsülü insanların arasında adam hətta əleyh də danışsalar birdən bir-birinin əleyhinə, yaxşı olar orada doğrudan mehribançılıq adam mövqeyini tutar. Əli əleyhissalam deyir, sevirəm o yalanı ki, insanlar arasında mehribançılıq bəxş eləyəcək. Nifrət eləyirəm o həqiqətə ki, onu deməklə insanlar arasında küskünlük və düşmənçilik, nifaqın toxumu səpiləcək. Ki, insan yaxşı baxsın ha məsələsinə. İndi hər şey qalıb kənara, heç bəzən o sözləri aparıb ünvanına yerində çatdırmırlar. Görürsən, sən bir dənə söz deyirsən, onun sağın, solun, üstün, altın, hər tərəfin bəzirlər öz maraqlarına uyğun, özünün içindəkiləri də qoyur üstünə aparır, təqdim edir. Görürsən, iki nəfər arasında sadə bir məsələ ki, həll olacaqdı, böyük bir düşmənçiliyə gəlib çıxdı. Bəyəm biz azmı bu mövzuların içində ömrümüz keçib? Bəyəm bu mövzularda azmı insanlarla bizim diyalogumuz olub? Ki, insafən, amma zaman keçdi, zaman keçir. Bir müddətdən sonra belə insanlar özləri rüsvayçılıqla həyatda insanlara tanınırlar. Əlbəttə, ağıllı adamlar onları elə yerində də tanıya bilirlər ki, o deyir, Şeyx Yusuf Bəhrani demişdi ki, Vəhid Bəhbəhanın arxasında namaz qılmağın icazəsi var. Vəhid Bəhbəhanı demiş ki, Şeyx Yusufun arxasında namazın icazəsi yoxdur. Gəldilər dərhal, müəyyən adamlar bunu Şeyx Yusufə çatdırdılar. Dedi ki, Vəhid Bəhbəhanı deyib ki, mənim arxamda namaz qılmağın icazəsi yoxdur, caiz deyil. Dedi ki, dedilər, bəli. Dedi ki, o deyibsə, yəqin ki, demək icazəli deyil. O, mən belə şəri məsələmi, belə müşəxxəs eləmişəm, belə müəyyən eləmişəm ki, onun arxasında namaz qılmaq olar. O da öz hökmün çıxardıb ki, mənim arxamda namaz qılmağın icazəsi yoxdur. Mənim qabiliyyətim yoxdur insanlara piş namaz duram. Çünki mən əxbarı düşüncəsini yaymışam. Vəhid Bəhbəhaninin mənim barəmdə dediyi söz insafsız söz deyir ki, bir dənə mümkündür da özü öz məsələsinin hökmünü ələ gətirə. Nə də onu ədalətdən salmaz. Baxın, bir dənə insaflı davranış bir zaman Kərbəlada bu iki alimin arasında elmi ixtilafın mövzusunda ki, insanlar ondan böyük bir təfriqiyə səbəb olmuşlar, aradan qaldırdı. Ey kaş, doğrudan adam arzu eləyir ha. Adam arzu eləyir. Kaş biz cəmiyyətimizdə həm qonşulardan, həm qohumlardan, həm dostlardan, həm belə cəmiyyətdə əhatə olunduğumuz insanlardan həqiqətən insaflı davranış görə bilək. Bəzən görürsən, bir nəfər sənin barəndə gedir kiməsə bəzi sözlər deyir, amma o tərəfin abırına zərər gəlməsin, heç nə açıb ağartmırsan, görürsən, özün qalırsan sual altında. O başa düşmür, sən insafından istəməmsən onun abırı getsin, amma düşünmür ki, o insafsızlıq edir axı. Bu adam elə böyüklüyündən məsələni açıb ağartmır. Ki, cəmiyyətdə indi hal-hazırda belə hallar daha çoxdur. Hər kəs istəsə ixtilafdan amanda qala, hər kəs istəsə nifaqdan amanda qala, hər kəs istəsə insanlar arasında xoşa gəlməz halları aradan qaldıra. Əli əleyhissalam deyir, sevirəm o yalanı ki, o insanlar arasında barışıq, mehribançılıq yaradacaq. Nifaqdan və təfriqədən insanları amanda saxlayacaq. Həzrəti Peyğəmbərin Əli əleyhissalama vəsiyyəti bundan ibarət idi. Şükür Allaha ki, gəldik, ona da çata bildik. Ya Əli, səlasətu təhtə zillil ərşi yevmil qiyamə. Ki, mühüm mətləbdir. Mən elə bilirəm, elə bir dənəsini oxuyacam. İnşallah növbəti hissəsi qalsın. Növbəti çəkilişlərimizdə oxuyarıq. Ya Əliyyü, səlasətu təhtə zillil ərşi yevmil qiyamə. Əmoğlu, ya Əli, qiyamət günü ərşin o kölgəsinin altında qalar. Hər kəs, Allahın yəni rəhməti onun üzərinə şamil olar. Qiyamətin o çətin günündə, ha? O gün ki, ana balasını atacaq, o gün ki, dost dostunu atacaq. Hər kəs bir-birindən ayrılıb, öz hesabının arxasınca qaçacaq bir vəziyyətdə, böyük bir o təhlükədə. Görürsən, bir dənə məsələn şəhərdə zəlzələ olur. Bəzən baxmısınız da o kadrlara, görmüsünüz da yəni ki, dəfələrlə. Bəzən bir dənə görürsən zəlzələdə,
Ana balasını evdə qoyub özü düşüb aşağı. Valideyn övladın qoyub özü düşüb aşağı. Ya övlad qoca valideynlərin evdə qoyub özü düşüb aşağı. Niyə? O hadisə gələn kimi dərhal özün düşünür. Özün o təhlükədən amanda saxlamaq üçün bu addımları ixtiyarsız atır. Görürsən, əzizlərin belə bəzən unudur. Bir dənə ayə var ha. Allah müteal deyir, insan qiyamətdə cəhənnəmdən nicat tapmaq üçün deyər birinci, var dövlətimi verirəm. Malik olduğum hər nə desən onu verirəm. Sonra deyər əzizlərimi, yaxınlarımı, övlad, hər nə desən verirəm. Axırda deyər bütün dünyanı, bütün cahanı, hər nə var Allah onu verməyə razıyam. Yetər ki mənə bu əzabdan nicat verəsən. İndi Həzrət Peyğəmbər əleyhissalama deyir ki, ya Əliyyü, səlasətun təhtə zillil ərşi yevməl qiyamə. İndi biləsən, qiyamətin o çətin günündə bu xüsusiyyətə malik olan insanlar Allahın rəhmət kölgəsi altındadılar. Ha? O vəhşət, o dəhşət bunun halında buna təsir qoymayacaq. Biri bundan ibarətdir. Rəculun əhəbbəl əxihi ma əhəbbəli nəfsi. Biri o adamdır ki, o adam ki özü üçün bir şey istəyir, onu qardaş bacısı üçün də istəyir. Özünə ki o şeyi sevir, özü üçün əziz bilir, onu başqaları üçün də əziz bilsin. Xoşuna gələn bir şey ki var, onu başqalarına da rəva bilsin. Özün ki istəmirsən, o şey ki səni xoşlandırmır, ondan acığın gəlir, çalış onu da başqalarının barəsində tətbiq eləmə. Bir şey ki sənin barəndə o mövzu olsa, bir şey ki sənin barəndə danışsalar, o bir şey ki sənin barəndə eləsələr, narahat olarsan, heç vaxt onu başqasının barəsində eləmə. Bu bir dənə insanlığa qarşı həqarət və xəyanətin nişanəsidir. Allah'ın da verirəm. Öz Allahlığına xatir Allah bizi öz yolunda sabit qədəm olanlardan qərar versin. Hər kimin nə müşkülü var, hər kimin nə dərdi var, hər kimin nə hacəti var, hər kimin nə istəyi var. Allah məsumların mübarək əlləri ilə hacətlərin rəva eləsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.